Bugün Naxçıvan Beynəlxalq Hava Limanı İran tərəfindən dron zərbəsinə məruz qaldı, bilirsiniz. Dronlardan biri Muxtar Respublikanın hava limanının terminal binasına, digər isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyib, 4 mülki şəxs xəsarət alıb. İran tərəfindən hələ ki rəsmi bir açıqlama yoxdur. Hadisədən sonra Azərbaycan Müdafiə Nazirliyindən açıqlama gəldi və bildirildi ki, bu hücum aktı cavabsız qalmayacaq. İran niyə Azərbaycanı hədəf alıb? Bəs suallarımız çoxdur. Siyasi şərhçi Akşin Kərimov sualları cavablandırıb, məsələyə münasibət bildirib, baxaq. İran Azərbaycana qarşı dron hücumunu həyata keçirməklə müharibənin regional yayılma arealı haqqında olan informasiya və təbliğat kampaniyasını praktiki şəkildə göstərməyə çalışır və Cənubi Qafqazda hədəf alınan ilk ölkənin Azərbaycan olması təsadüfi deyil. Çünki Azərbaycan Cənubi Qafqazla yanaşı ümumiyyətlə dünya və regional balans sistemində xüsusi çəkiyə malik olan bir dövlətdir və TİRİP, yəni Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan geosiyasi portfelini artıraraq regionlar arası əməkdaşlıq modelinin yaradılmasında xüsusi bir aktivlik göstərir və artıq müəyyən nəticələr də əldə edib. Belə olduğu təqdirdə İran Azərbaycana qarşı hərbi komponentli təhdidi nümayiş etdirdi. Bundan sonra hadisələrin necə inkişaf edəcəyi daha çox İranın tutacağı mövqedən asılıdır. Əgər İran bu kampaniyanı davam etdirəcəksə, o zaman Azərbaycan Türkiyə ilə strateji müttəfiqlik zərurətlərinə irəli gələrək cavab tədbirlərini həyata keçirə bilər və Azərbaycan Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyinin yaydığı bəyanatlarda Azərbaycanın zəruri müdafiə tədbirləri ilə bağlı kompleks tədbirləri özündə ehtiva edir. Tehran yəqin ki, Bakı-Ankara strateji tandemini nəzərə alaraq bir qədər o təhdid kampaniyasından geri çəkiləcək. Amma digər tərəfdən də onu demək lazımdır ki, İran ümumiyyətlə müharibənin yayılma coğrafiyası ilə bağlı öz strategiyasını həyata keçirməyə çalışır və Körfəz ölkələrindən sonra Azərbaycanın da, yəni Cənubi Qafqazda Azərbaycanın hədəf alınması İranın regionlar arası qeyri-sabit modelə keçidlə bağlı siyasət izlədiyini deməyə əsas verir. Azərbaycan təbii ki, bu siyasətin qarşısının alınmasında qətiyyətli tədbirlər görəcək və Azərbaycan prinsipial mövqeyi ilə İranın təxribatlarının davam etməməsinə çalışacaq. Ancaq İran bundan sonra Bakının xəbərdarlıqlarına məhəl qoyacaqmı? Bu ciddi suallar doğurur və belə olduğu təqdirdə Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin təcili olaraq təxirə salınmaz görüşləri həyata keçirilə bilər və müzakirələrdə yeni planların dövriyyəyə salınması masaya qoyula bilər. İran yəqin ki, bu məsələlər də nəzərə alacaq və Azərbaycanla konfrontasiya getməkdənsə Azərbaycanın oynadığı rolları nəzərə alaraq Bakı ilə əməkdaşlığı daha üstün səviyyəyə qaldırmağı hədəfləyəcək və yaxud da bu barədə bir fon yaradacaq.